Lənkəranda tarixi baxımından ən qədim dini tikililərdən sayılan Üstəmurdov kəndindəki məscid 18-ci əsrin əvvəllərində kənd sakini Hacı Novuzəli adlı bir şəxs tərəfindən öz vəsaiti hesabına tikdirilib. Məscidin tarixinin rayonda qədim memarlıq abidələri olan Mayak və Zindandan çox əvvəllərə gedib çıxdığı bildirilir. Məscidin axundu Hacı Fəxri Sadıqovun GTV-yə verdiyi məlumata görə ilk tikildikdə məscidin hündürlüyü insan boyundan bir qədər hündür olub. Damı qamış və lığdan, döşəməsi palçıqdan ibarət olan məscid sonralar inkişaf prosesində hündürlüyü 1 metrdə artırılıb. Çox qəribədir ki, standart kərpic ölçüləri adətən 25-in 12-yə olur. Amma bu məscidin kərpicinin ölçüləri isə 25 santadır, yəni onun ölçüləri. Divarının da qalınlığı, arxa divar təqribi 80-90 santimetr, qabaq divar isə 1 metrəyə yaxındır. Cənub memarlığında məscidlərin qapısı üzü qibləyə açılır. Bu məscid də rayonda yeganə məsciddir ki, tək qapısı var. Sovet dövründə insanları mənəviyyatdan uzaqlaşdırmaq üçün dini mərasimləri icra etməyə icazə verilmirdi. Elə bu məscid də qapısı qıfıllanaraq gübrə taxıl anbarı kimi istifadə olunub. Hətta gübrənin təsiri o qədər yanırıcı olub ki, biz 1995-ci ildə Üstəmurdov kəndinin cəmaatı ilə birlikdə məscidin fasadını dəyişəndə ki, bir lay kərpic hörəndə, hətta o gübrənin zərəri bir lay kərpicdən də bu tərəfə çıxıb. Bu məscidin tarixi qədimdir. Sonradan Mədəniyyət Nazirliyi tərəfindən buna bu lövhə vurulsa da belə 19-cu əsr kimi, amma bu bir əsrdə ondan qabağın yadigarıdır. Qeyd edək ki, məscidin həyətində Lənkəranda 19-cu əsrdə fəaliyyət göstərmiş Fövcülfüsəha Ədəbi Məclisinin rəhbəri Mirzə İsmail Qasir dəfn olunub. Həmin məzarlıqda həmçinin 1918-ci il 31 mart hadisələri zamanı Rus generalı Şıvqınovun adamları tərəfindən doğranılan 3 kənd sakininin də qəbri var. Gülbən Hüseynli, Elviz Nəsirli, Xəbər xətti.